Hello everyone, welcome to this my video. Today I'm gonna talk about how to learn English from zero or how to improve our English levels. Herkes hoş geldi. Bu videoda dostlar size İngiliz dilini necə geliştirə bilərik bu haqda danışacağım. Videonun başında da gördüyünüz kimi mən biraz İngilis dilində danışa bilirəm. Təbii bəzi vaxtlar mənim də səhvim çıxır. Yəni tam İngilis dilində qüsursuz şəkildə bilmirəm. Ancaq buna baxmayaraqdan yenə bir cümlə qurmağa çalışıram. Və siz necə edə bilərsiniz ki, əgər sıfırdan öyrənirəm deyirsinizsə, hansı texnikdən istifadə edək ki, biz düz yol tapaq? Əslində bir dili öyrənməyin düz bir yolu yoxdur. Çünki bu dil elə bir şeydir ki, hər kəsdə fərqli olur. Yəni anlama və danışmağa başlamaq. İndi biz İngilis dilini sıfırdan əgər öyrənəcəksə, bunun sadəcə biri deyə bilərəm ki, birincisi şəkildə eləyəcəksiniz bunu. Çünki biz öz ana dilimizi uşaq vaxtı öyrənərkən, yəni bilmirik hətta bir dil öyrəndiyimiz, sadəcə bir dil görmüşük ki, həmin dili danışmağa başlayırıq. Bəs biz necə edə bilərik ki, eynisində bunu İngilis dilində uygulayaq? Yəni dostlar, sizə bunu da deyim ki, İngilis dilini öyrənərkən bir British English var, bir de American İngiliz dili var. Biz genellikle hazırlıkta da öğrenirken filan bunları American English olarak seçirik. Çünkü genellikle American İngiliz dili daha çok asan da olur ve danışılması yani asan olan bir şeydir. Dil. Aslında ikisi de aynı şeydir. Sadece ayrıfları bilin. Yani onu deyim. Deməli, size bunu da deyim ki, eğer kurslara gedirsinizsə, birinci dostlar, kurslara getmək sizə İngilis dilini demək olar ki, öyrətməyəcək. Təbii, spesifik olaraq bir yerə hazırlayan kurslar var. Misal üçün, IELTS var, SAT var. Bunlar sizi həqiqətən də hazırlaya bilər. Orada gələcəm. Ancaq mən İngilis dili öyrənmək istəyirəm və kursa gedirəm deyirsinizsə, sizdə kursa gedəndə eləyəcəkləri tək şey həmin gün sizə qrammatikaya başlamaq olacaq. Qrammatikanı öyrənməyə çalışacaqsınız. Yəni təsəvvür edin də İngilis dilində bildiyiniz heç bir şey yoxdur və siz birdən-birə hara düşdüyünüzü bilmirsiniz və akademik dərəcədən gəlişdirməyə çalışırsınız. Yəni və bu da həftədə 3 dəfə olduğu üçün siz bunu bilməyəcəksiniz. İngilis dili öyrənirəm ya da və yaxud da ingiliscə danışa bilməyəcəksiniz çox vaxt. Bəzən insanlarda mən görürəm, mənim hətta sinif yoldaşlarımda da var ki, çox insan İngilis dilindən qrammatikalar qəşəngdir. Yəni təkrar neçə il getdiklərinə görə qəşəng olur. Ancaq İngilis dilində danışa bilmirlər bir türlü. Və yaxud da bəzən İngilis dilində anlamaları zəif olur. Bunun da səbəblərindən budur ki, dostlar, biz birinci seksiyonu buraxıb, üçüncü seksiyona direktdən keçmişik və bu da bizə zərər verir. Bəs mən istəyirəm ki, İngilis dilini sıfırdan öyrənim. Əgər öyrənirəmsə, nə üçün öyrənim da? Yəni, bu bir məqsəd olmalıdır təbii ki də. Bu video biraz olacaq, yəni, sam belə qəşəng bir texnik verəcəyim. Bundan sonra siz bunu eləyin filan olacaq. Bu deyil dostlar. Bu arada araşdırmağa davam edin deyəndə, mən bunu nəzərdə tutacağım ki, sizə İngilis dilində qrammatikanı sırayla araşdırmağa davam edin və sadəcə başlayın, yəni. Axtarmayın, düzgün bir texnika yoxdur burada əslində. Yəni, hər kəs çünki fərqli olur, hər kəs də anlamı fərqli olur, hər kəsin aksenti fərqli olur və bunlar bizi edən şey olur əslində. Yəni, YouTube'da hər günlərim yaxşı bir texnika öyrənmək istəyirsinizsə və yaxud da bir bəhanə axtarsanız ki, bu olsun, mən bununla başlayacağım, öyrənəcəm. Belə bir şey yoxdur, çünki eyni ilə vaxt itirəcəksiniz və vaxtımızın da dəyəri həqiqətən də bu günümüzdə bilinmir. Nəysə, bu videoları başqa bir vaxta qoyum. Əsasən mən İngilis dilini nətər sıfırdan öyrənə bilərəm, bu haqda danışacağım. Deməli dostlar, əgər İngilis dilini öyrənirsinizsə, əlbəttə ki, bir hədəfiniz olmalıdır. Yəni, misal üçün, sən bir peşənə görə İngilis dili öyrənirsənsə, tamamdır, yəni tərcüməçisən və İngilis dili sənə lazımdır ki, gələcəkdə hər hansısa bir şirkətdə işləyib, onu kiminləsə intervyu vaxtında söhbət edəyəsən və onu tərcümə edəyəsən. Atıram, yəni kafedən atıram.
Və yaxud da mən tutaq ki, deyirəm, xaricə köçmək istəyirəm və atıram Amerikaya getmək istəyirəm və IELTS verəcəm. İnsanlar elə bilir ki, IELTS vermək, yəni belə deyim də, neysə, onu gələcəm. Yəni, ilk öncəliklə hədəf çox önəmlidir. Yəni, hədəf olmasa, təbii ki də olmayacaq. Hər birimizin həyatında fərqli hədəflər var. Bəzən də hədəflər olmur, insan düşünür ki, görəsən nə olacaq axırı, yəni, hara gedir də mənim bu həyatımın axırı filan. Bu, hamımızda olan bir şeydir bu arada. Yəni, heç kim bilmədiyi üçün, bəlirsizliklərdən qorxduğumuz üçün bəzən səhv bir şey elədiyimizi düşünürük. Əslində belə deyil, amma səhv bir şey eləmirik. Sadəcə ana texnik deyə bir şey yoxdur da, yəni ana hədəf, nə bilim, ana bir şey yoxdur. Yəni sadəcə yolun bir parçası və yolun parçasında olduğumuza görə bundan elə öyrənə bilərik. Onu elə anlayın. Sıfırdan öyrənməkdən ötən dostlar, sadəcə hər gün dinləmək eləyəcək, yəni açacaq YouTube-u, bir uşaq kimi özümüzü təsəvvür edəcək. Günümüzdə hal-hazırda çölə çıxdığınızda, təbii Azərbaycanda yaşayarsınızsa, ingilis dilində hər kəs danışdığını görməyəcəksiniz. Hətta %1 qism görə bilərsiniz. O da nadir hallarda. Genəlliklə hamı Azərbaycan dilində danışır çünki. Hətta bizə rusca danışan, ingiliscə danışanlardan biraz çoxdur. Deməli, bunun üçün dostlar, ancaq və ancaq YouTube'da, sosial medyada videolar axtarmaqdır, multifilm, çizgi filmləri izləməkdir və onları da sırf anlamalıyam deyə bir şey yoxdur. İndi sən deyirsən ki, bəlkə də mən ingilis dilində bilmirəm, o multifilmlərə baxdığımızda necə öyrənəcəm deyə. Əslində biz, əgər fikir vermişsiniz, türk dilini danışa bilirik. Bunun da səbəbi onlardır ki, dostlar, anlamadığımız halda bir uşaq vaxtında şəxsən mən çoxlu türk şeylərinə baxırdım, YouTube kanallarına baxırdım. Və bir də baxdım ki, türkçə danışa bilirəm və türkçə mənim demək ola bilər ki, yəni çox qəşəngdir də, yəni danışa bilirəm. İndi ingilis dilində belə olmalıdır dostlar. İngilis dilində belə sıfırdan açacaq, dinləyəcək, hər gün dinləyəcək və bir də baxmısınız ki, artıq dinlədiklərinizi dilə gətirməyə başlayarsınız. Eynilə bir uşaq kimi. Çünki bir uşaq ana dilini dinləyərəkdən öyrənir. Yəni ilk başda dinləyir, daha sonrasında danışığa vurur. Əgər mən deyirəm ki, writing-imi, yəni yazımı gəlişdirmək istəyirəmsə, eynilə ingilis dilində çoxlu oxumalısınız. Belə də dostlar, yəni əgər danışmaq istəyirsinizsə, dinləməniz çox olmalıdır. Əgər yazmaq istəyirsinizsə, oxunuz çox olmalıdır. Və bunların da hər biri bir-biri ilə uyğun gəldiyi vaxt və birləşdiyi vaxt ortaya demək ola bilər ki, sizin ingilis dili birliyiniz çıxır da, sizin əməyiniz ortaya çıxır və siz deyə bilərəm ki, ingilis dilində artıq başarılı olursunuz. Bəs qrammatikanı necə öyrənə bilərik? Bu haqda danışım. Açığı dostlar, qrammatikanı elə bizim millət fikir vermişsiniz ki, qusurda elə kurslarda hardasa bir ilə qutarırlar və həftədə 3 dəfə keçirlər. Və keçdikləri dərsində belə şeyə hazırlayırlar sizi, buraxılışa hazırlayırlar, 9-10 imtahana hazırlayırlar. Yəni kurs buna görə lazımdır. Əgər mən deyirəm, kurs bu arada ziyanlı bir şeydir. Sadəcə kursu buna görə istifadə edə bilərsiniz ki, mən buraxılışa hazırlaşıram, gedirəm, öyrənəm və s. deyə. Açığı dostlar, biz qrammatikanı öyrənməkdən ötəri, tələsmək deyə bir şey yoxdur. Sadəcə ilk bir ayda sadəcə bu dediyimi dinləyin. Və C2 səviyyəsinə gəlmək o demək deyil ki, siz ingilis dilini qüsursuz şəkildə bilirsiniz. Bəzi hallarda olur ki, görürsünüz ki, Azərbaycan dilində elə bir sözlər olur ki, biz onları çox bilmirik. Yəni, eşitdiyimizdə, bu deməkmiş deyə bəzən reaksiya veririk. Eynilə ingilis dilində də budur. İngilis dilində vətəndaşı olan birisi dur demir ki, mən ingilis dilini C2 səviyyəsində. Sadəcə biz bunları nə üçün deyirik bilirsiniz niyə? IELTS-ə görə, imtahan verib gedə biləcəyimizə görə. Çünki IELTS elə bir imtahandır ki, siz ingilis dilini
demək ola bilər ki, bir vətəndaş kimi yaxşı bir ingilis diliniz varsa və yaxud orta dərəcə bir ingilis diliniz varsa, gedib verə bilərsiniz. IELTS verə bilərsiniz. SAT olsun, nə bilim, fərqli bir imtahan olsun. Bunları verə bilərsiniz. Yəni buna görə lazımdır. Bu arada səviyyə kasmanın dərdində olmayın. Heç vaxt mən yenə A1-əm. Bir ay sonra A2 olacağım. 3 ay sonra B1. Belə olmasın. Bu bir dil belə təsəvvür edin də ən azı öyrənməkdən ötəri 2 il vaxt sərf etməlisiniz və həmin o 2 ildə disiplinli şəkildə çoxlu dinləmələr eləməlisiniz. Çoxlu yazılar oxumalısınız, yəni mətnlər oxumalısınız. Bəs mən nə vaxt çalışıram da, yəni mən nə vaxt yazmağa başlayacağam, nə vaxt qrammatika öyrənməyə başlayacağam. Bunun da cavabı budur ki, dostlar, yavaş-yavaş öyrənməyə başlayacaqsınız. Misal üçün, qrammatikanı nə vaxt öyrənməyə başlaya bilərsiniz? Artıq atıram, level olaraq deyirəm ki, burada A1 dərəcəsindəsiniz, atıram ki, və yaxud da A2. Artıq, yəni YouTube'da qrammatika haqqında o qədər çoxlu videolar var ki, çəkənlər var, yəni bir dünya videolar var. Girib baxa bilərsiniz. Öz dilinizdə baxın bu arada. Və yaxud da ingilis dilində də baxa bilərsiniz. Bunun da bir xeyri bundadır ki, həm ingilis diliniz gəlişəklər. Bu şeylərdə də var, xərclərdə dil öyrənmə okulu var. Misal üçün, orada ingilis dilini sən öyrədirlər, amma ingilis dilində danışırlar, sən məcbur ingilis dilində danışmalısan və bu da sən ingilis dilini gəlişdirir. Yəni, bu həqiqətən də işə yarayan bir teknikdir. Mənim təvsiyəm bundadır ki, dostlar, ingilis dilini qrammatikasını A1 və yaxud da A2 dərəcəsində olanda başlayın. Bununla nətər öyrənə bilərik? A1, A2-də olduğumuzu. Bununla öyrənə bilərik ki, dostlar, çoxlu dinləmə edirik. Misal üçün, YouTube'da aça bilərsən, çizgi filmlərə bax, ilk bir ay çizgi filmlərə bax. Artıq ikinci ayına keçəndə artıq A1 yaz, onlara qulaq asmağa başla, gör, anlayırsanmı? Onu da bir ay devam etdir. Anlayırsansa, əgər A2-yə keç, əgər A2-də biraz zorluqlar çəkirsənsə, heç anatoma dinləməyə devam elə. Bir vaxt gələcək ki, anlayacaqsınız. Bu arada bu, yəni spesifik olaraq A1 dərəcəsində danışan filan deyə yoxdur. Həmin videolarda ola bilər ki, A2 dərəcəsində olan sözlər desin və yaxud da B1 dərəcəsində olan. Yəni, belə şeylər olur. Çox da qorxmayın. Söz əzbərlənməyin bu arada və yaxud da qusursuz şəkildə bir şey eləməyə çalışmayın. Sadəcə öyrəndiyinizi bir vaxtdan sonra tətbiq eləməyə başlayın. Eyni ilə bir uşaq ata sözünü eşidib ata deyəndə valideynlər sevinir. Sizə zəhər olun dostlar. Yəni, içdiyinizi sadəcə deyin və deyərəkdən öyrənin. Mənasını illa öyrənmək zorunda deyilsiniz. Onu yavaş-yavaş zaten gedəcək bir sürəcdir. Nəysə, belə deyə bilərik. Çox videonu uzatmaq istəmirəm. Yəni, açığı, mən ingilis dil müəllimi deyiləm. Sadəcə mən ingilis dilini belə öyrənməyə devam edirəm və öyrənirəm də. Qrammatikanı belə öyrənə bilərsiniz. Açın bir videoya baxın. Uzağı həmin bir video 30 ya da 1 saat ola bilər. Öyrənə biləcəyiniz sürə. Sonra 30 dəqiqədə həmin videodan görə imtihan edəcəksiniz. Yəni özünüzə bir test edəcəksiniz və video gördünüz ki, həmin qrammatikasını başa düşdünüz. Əslində qrammatika öyrənməkdə də bir çətinlik yoxdur. Bəzi hallarda çətin olan qrammatikalar var, ancaq bu o demək deyil ki, siz qrammatikanı öyrənə bilməyəcəksiniz. Öyrənəcəksiniz, çox asandır. Nəysə dostlar, bu videonu belə bağlayıram. Video biraz uzun oldu, bilirəm, 15 dəqiqə oldu. Söhbət tərzində oldu açığı. Nəysə, gələn videolarda görüşərik. Özünüzə yaxşı baxın. Əgər hər hansısa bir sualınız olarsa və yaxud da hər hansısa bir yerdə bir yeri atlamışamsa və həmin yerdən danışmağımı istəyərsinizsə, şərhlərə yaza bilərsiniz. Oldu. Özünüzə yaxşı baxın. Salamat qalın. Görüşmək üzrə.